Salam, hər vaxtınız xeyir. Bu gün sizlərlə Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi informatika test toplusunun birinci bölməsinin izahına baxacağıq. İlk mövzumuz informasiya və informasiya prosesləri, informasiya təhlükəsizliyi. Başlayaq ilk sualla. Bu işarə nəyi ifadə edir? Bu işarə müəlliflik hüququnun qorunmasıdır. Yəni A variantı. Burada bu işarə copyright işarəsidir. Yəni müəllifin maddi və mənəvi hüquqları qorunur. Sonra keçək ikinci suala. İnformasiyanın xassələri göstərilən sıranı seçin. Toplanma, saxlanma, ötürülmə, emal. Bu informasiya prosesləridir. Sonra mətn, ədədi, qrafik, audio, video. Bu informasiyanın təqdim olunmasıdır. Vizual, dad, səs, qoxu, taktil. Bu növdür. İnformasiyanın növüdür. Müəyyənlik, kütləvilik, diskretlik, nəticəlilik. Bu alqoritmin xassəsidir. Qısaca yazıram AX. Tamlıq, etibarlılıq, obyektivlik, aktuallıq. Bəli, bu informasiyanın xassəsidir. Və bura əlavə olaraq anlaşıqlılıq xassəsini də əlavə etmək olar. Üçüncü sual. Ziyanverici proqramların kompüterə daxil olması nəticəsində nə baş vermir? Kompüterin öz-özünə yanıb sönməsi, bəli, bu baş verir. Kompüterin fiziki olaraq sıradan çıxması, xeyr, bu aid deyil. Bu baş vermir. Kompüterin fiziki olaraq sıradan çıxması nə deməkdir? Yəni, məsələn, notebook düşür əlimizdən və fiziki olaraq sıradan çıxır. Bu deməkdir. Yəni, burada üçüncü sualda B variantıdır. Antivirus proqramlarının növünə aid deyil. A variantı detektorlar. Bu detektorlar tapmaq, aşkar etmək üçündür. Bu aiddir. B variantı vaksinlər. Vaksinlər əvvəlcədən özünü yoluxmuş kimi göstərirlər. C variantında müfəttişlər. Müfəttişlər faili oxuyur və müqayisə edir. Süzgəclər də sistemə daxil olan məlumatı əvvəlcədən yoxlayıb təhlükəli olanı keçirmir. Casuslar isə aid deyil. Bunun antivirus proqramlarına aidiyyatı yoxdur. İnsanın qəbul etdiyi informasiya forması hansıdır? İnsanın qəbul etdiyi informasiya iki yerə ayrılır: analoq və rəqəmsal. Rəqəmsal informasiya kompüterə yaxud telefona və s. aid olan bir şeydir, amma analoq informasiyanı insan qəbul edib yaxud ötürür. Burada cavabımız B variantı. 6-cı sualda isə informasiyanın ötürülməsi prosesində aşağıdakılardan hansı rabitə kanalı kimi istifadə oluna bilər? Məsələn, müəllim şagirdə bir məlumat ötürür. Burada nədən istifadə olunur? Müəllim və şagird. Nədən istifadə olunur burada? Nitqdən. Nitqdən istifadə olunur. Deməli, 6-cı sualda doğru cavabımız B variantı. İnformasiyanın xassələrini seçin. Diskretlik, nəticəvilik, obyektivlik, müəyyənlik, aktuallıq, kütləvilik. Burada 7-ci sualda informasiyanın xassəsi diskretlik deyil, nəticəvilik deyil, obyektivlik, bəli, obyektivlik aiddir. Müəyyənlik, bu da yox, aktuallıq, bəli, bu informasiyanın xassəsidir. Kütləvilik, bu da aid deyil. Deməli, düzgün cavabımız 2 yox, 3 və 5. Doğru variantımız C variantı. Hansı şifrləmə metodunda həm şifrləmədə, həm də deşifrləmədə eyni açardan istifadə edilir? Burada cavabımız simmetrik olacaq. Yəni, məsələn, sən məktub yazırsan, onu şifrləmək istəyirsən. Məktubu xüsusi bir kodla yazırsan. Məsələn, hər hərfi bir hərf irəli olaraq yazırsan. Dostun da eyni kodu bilir və dostun həmin kodla məktubu geri oxuyur. Deməli, burada kod, məktub bərabərdir şifrləmə
və deşifrləmə. Deməli, bu simmetrikdir. Biometrik informasiya əsaslanan mühafizə sistemlərinə aid deyil. Burada elə ilk variantımız olacaq fin-koda görə tanıma. Fin-koda görə tanıma biometrik informasiya əsaslanan mühafizə sistemlərinə aid deyil. Doğru cavabımız A variantı. Gözün qüzehli qışasının şəklinə görə tanıma, bəli bu aiddir. Nitqin özəlliklərinə görə də tanıma aiddir. E, Üzün təsvirinə görə tanıma da aiddir. Ovucun cizgilərinə görə tanıma da aiddir. Bir də var barmaq. 10-cu sual. Hansı məlumatdakı informasiya obyektiv deyil? Pişiyin 4 pəncəsi var. Bəli, bu obyektivdir. Küçədə havanın temperaturu 22 dərəcədir. Bəli, bu da obyektivdir. Müəllimin 45 yaşı var. Bu da obyektiv sayılır. Çünki biri deyir ki, müəllimin 45 yaşı var, o biri deyir ki, müəllimin məsələn 50 yaşı var. Axı belə bu düzgün gəlmir. Ona görə müəllimin 45 yaşı var, bu obyektiv fikirdir. Bu gün hava çox istidir. Baxın, bu obyektiv fikir yox, subyektiv fikirdir. Yəni hava bəziləri üçün isti ola bilər, bəziləri üçün isə isti olmaya bilər, soyuq ola bilər. Yəni bu obyektiv fikir deyil. 1024 kilobayt 1 megabaytdır. Bəli, bu obyektiv fikirdir. Mülahizələrdən hansı yanlışdır? Kətan qrafik informasiya daşıyıcısı ola bilər. Bəli, bu doğrudur. Kətan qrafik informasiya daşıyıcısı ola bilər. Kağız qrafik informasiya daşıyıcısı ola bilər. Bu da doğrudur. Simsiz rabitə kanalı qrafik informasiya daşıyıcısı ola bilər. Xeyr, bu yanlışdır. Simsiz rabitə kanalı qrafik informasiya daşıyıcısı ola bilməz. Disket qrafik informasiyanın daşıyıcısı ola bilər, düzdür. Bu yaddaş qurğusudur. Kitab informasiya daşıyıcısı ola bilər. Bəli, bu da doğrudur. 12-ci sual. İnformasiyanın qrafiki təqdim edilmə formasına aid deyil. Fotoşəkil. Fotoşəkil qrafiki təqdim edilmə formasına aiddir. Telefon danışığı, xeyr, bu səsə aiddir. Bu qrafik təqdim edilmə formasına aid deyil. Diaqram, sxem, yol nişanı bunlar qrafik təqdim edilmə formasına aiddir. İnformasiyanın səs formasında ötürülməsi vasitələrinə aid etmək olar. Burada cavabımız radio olacaq. Radio ilə səs formasında ötürmək olur. Amma sxemdir, fotoşəkildir, yol nişanıdır, məktəb dərsliyidir. Bunlar vasitəsilə səs formasında göndərmək mümkün deyil. 14-cü sual. İnformasiyanın səs, audio formasında saxlanması vasitələrinə aid etmək olar. Burada cavabımız disk olacaq. Yəni A variantı düzgün cavabdır. Mağazanın adı yazılmış lövhə, bu səs yox, mətindir. Jurnal da mətindir. Tarix dərsliyi də mətin, qəzet də mətin. Papiros, diplom, kitab və kompakt disk arasında ümumi cəhət nədir? Bunların ümumi cəhəti odur ki, hamısı informasiyanın saxlanması üçündür. Keçək 16-cı suala. Meteoroloji stansiyada ətraf mühit parametrlərinin ölçülməsi hansı informasiya prosesidir? Burada cavabımız olacaq informasiyanın toplanması, yəni C variantı doğrudur. Ətraf mühit parametrlərinin ölçülməsi informasiyanın toplanmasına aiddir. İndi baxaq 17-ci suala. İnformasiya saxlanma vasitələrinə aiddir. Optik disk informasiya saxlanma vasitələrinə bəli aiddir. Avtomobilin hərəkət sürətini ölçmə cihazı xeyr, bu aid deyil. Prosesor xeyr, bu emal qurğusudur. Fiberoptik rabitə kanalı bu da aid deyil. Simsiz rabitə kanalı bu da aid deyil. Hansı informasiya daşıyıcılarına aid edilmir? DVD informasiya daşıyıcısıdır. Kağız informasiya daşıyıcısıdır. Flash yaddaş informasiya daşıyıcısıdır. Maqnit lenti informasiya daşıyıcısıdır. Prosesor isə xeyr. Bu informasiya daşıyıcısı deyil. Bu informasiyanı emal etmək üçün olan qurğudur. Buna kompüterin beyni də deyilir. Bu informasiya daşıyıcılarına aid edilmir. Mətni bir dildən digərinə tərcümə etmək nəyə aiddir? Bir dildən
mətnin, eee, digərinə tərcümə etmək informasiyanın emalına aiddir. Yəni informasiyanı bir formadan başqa bir formaya çevirirsən. Bu informasiyanın emalına aiddir. Doğru cavabımız B variantı. Antivirus proqramlarına aid deyil. Doktorlar, bəli, aiddir. Faqlar aiddir. Eee, Krekerlər aid deyil. Müfəttişlər aiddir. İmmunizatorlar da aiddir. Burada cavabımız olacaq C variantı.